xanım, canlı yayımdayam. Sizin orada yanınızda müğənnilərdən kim var? Pünhan Priye, mən Yuka. Hə, hər ikisi də eşitsin, selektora qoyun. Bax, TikTokdayam. 1100 nəfər bizə baxır. Deməli, mən sizin adınızdan da video paylaşdım və bildirdim ki, siz razısınız 450 aidiyyatı qurumlar doğrudan da bayağı bilirlər. Sən də onların bir bildiyi var. O zaman, məsələn, Nəfəsə bayağı deyib, Nəfəsin duyat ortağı, mənim yaxın rəfiqəm Vəfaya niyə qoymur qadağa? Bunu mən deyirəm, məsələn də. Siz də dəstəkləyirsiniz. Və yaxud Pünhana, Ülviyyəyə qadağa qoyub, Şəbnəmin adını oraya yazmırsa, görün Ülviyyə nə deyir. Pünhana qadağa qoyub, Pünhanın əmi dediyi Manafa, Əflatuna qadağa qoymurlarsa, tutaq ki, biz o zaman nə edəcəyik? Həmin kanalların YouTube'ları ilə məşğul olacaq. Düzdürmü? Afət xanım çox adama qoyulub, yəni bu rəsmi deyil, rəsmi deyil. Mən ona görə bayaqki videonu götürdüm Ülviyə xanım. Amma biz gözləyirik rəsmi xəbəri. Bunun təsdiqi tapılmasa, vəkil mənlikdir, vəkilin qanarları mənlikdir. Hamımız bir yerdə həmin fake xəbəri yayan, fake xəbəri yayan səhifənin, düzdürmü, adminini nə edəcəyik? Məhkəməyə verəcəyik. Məhkəməyə verəcəyik. Əgər rəsmi xəbər yayılarsa, bizim adımız oradadırsa, biz razıyıq. Bizimlə bərabər Ülviyə və Şəbnəm, Nəfəs oradadır, Vəfanı qoymayıblar. Bu Nəfəsə haqsızlıqdır. Pünhanı qoyublar, kimi qoymuyublar məsələn? Səncə? Mənim şəklimdə ən böyük qoyublar. Sən gözəlsən ona görə. Sən də özü də elə bil ki, dişlərini zat təzə düzəltdirmisən. Eşitdiyimə görə 30.000 dollar pul vermisən dişlərinə, ona görə eləyiblər. Yaxşı olar inşallah, Afət xanım. Yox, yəni mən bunu, izləyicilər məni bayaqdan təq eləyirlər. Bildirdim ki, qoy mən canlı yayım açım ki, dostlar, yalan xəbərdir, rəsmi deyil. Məsələn, deyirlər ki, məsələn, deyirlər ki, filan kəs paylaşıb Baku S, məsələn. Deyirəm, Baku S yazır ki, manşetə əsasən. İndi manşet deyəcək ki, məsələn deyirəm də, tutaq ki, filan müğənni dombalaq aşıb özündən. Bunu da kimlərsə paylaşırsa, bu rəsmi deyil ki, o adamın özü təsdiqləmirsə. Əlbəttə ki. Və nəzərinizə çatdırıram ki, mən əslində düşünürəm ki, 15 il əvvəl də belə bir qadağalar var idi. Sonra çağırdılar hamısını təzədən. Olsa da mən öz fikrimi deyirəm, Allah eləsin müvəqqəti xarakterli olmasın. Çünki bilirsiniz niyə? Mən zaten çıxmıram. Mən istəyirəm ki, onlar da çıxmaz. Bəli. Nə yazıb, nə yazıb, ay Allah, bir qəşəng yazıb. Həm sizi sevirəm, həm də zəhləm gedir. Bilirsiniz, niyə zəhləniz gedir? Siz həm də Vəfanı sevirsiniz ona görə. Vəfa tərəfini yadınıza salanda məndən zəhləniz gedir. Amma doğru danışdıqlarımı görəndə sizin ürəyinizdə siz düzgün adamsınız. Orada isə məni sevirsiniz də. Gördünüz, düz dedim yoxsa yox? Yazın görüm. Həmin adam yazsın görüm. Bu biraz baxır kimin tərəfindən, kim bayağıdır, kim bayağı deyil. Bayağılığın tərifini verən olsun, sonra bloka atsınlar. Sənin bayağı baxdığın kimin üçünsə akademik ifadə. Görmürsünüz 10.000 dollar verib Rusiya toya gətirirlər. Zaten mənim toylarım efirlərlə deyil. Mən işimi hesaplamışam toya, efirə yox. Deyir, düzdür. Çox sağ olun. Yox, dostlar, mən sizə bir söz deyim. Bizim hamımızın bir düşmənimiz var. O da bildiniz də, yəni bu üzdən qonşulardır. Azərbaycanda bu show biznesdə elə Vəfanı da mənə, mən də ona vuruşduram. Verilişlər oldu, bu tipli bayağı verilişlər. İntiqam bəy dedi ki, Afəti o siyahıya niyə salıblar ki, o zaten Rusiyada yaşayır. Bəli, İntiqam bəy savadlı jurnalistdir. O bilir nə dediyini. Bir də mənim xətrimə orada dayan oldu ki, mən niyə qızışmışam, deyim sizə, niyə əsəbləşmişəm bu məsələdə. Barda striptiz göstərəni gətirib yanıma qoyublar ki, bu müğənnilərə deyir, qadağadır. Ay balam, müğənnilərə. Nə olar ki, qadağadır olar, qadağadan çıxardı. Zaten zaman-zaman belə şeylər. O vaxtı rəhmətli Məmməd Bağırzadəyə kimi sənətkara qadağa qoyublarmış. Ağadadaş Ağayev kimi sənətkarlara dövlət televizyonu. Sonra görürsünüz, onlar xalq artisti adı aldılar. Yəni, qadağa da o insan üçündür, müğənni üçündür. Məni bu siyahıda, yalancı fake siyahıda yandıran, məhz ona görə onu mən məhkəməyə verəcəm. Gətirib barda striptiz göstərəni müğənni adı ilə xalqa sırıyır. Bəli, mən ali təhsilli musiqiçiyəm, ali təhsilli müğənniyəm. Məni gətirib sən bu barda işləyənlə, yəni özdür. Zaten o adam da deyir, mən müğənni deyiləm. Onun bunun səsini qoyur, oxuyur. Nə bilim, biri qaynatasının səsini qoyur, oxuyur. Biri qonşularının səsini qoyur, oxuyur. Deyir ki,
Bayağı verilişdə yalvarırdılar, pul verirdilər. Gərək açam deyəm, niyə iştirak eləyirdim. Biri ətir alıb verirdi ki, gəl verilişmə. Biri deyirdi ki, səni çox istəyirəm. Üzətdəndir də, deyəmirdim, gələnmirəm. Bir də boşluqdan nə etməliyəm ki, orada olanda boşluqdan. Burada Moskva o qədər böyük ki, bir dərziyə girsən paltar tikdirmək bir günün getdi. Orada nə edirdim boşluqdan? Nə etməliydi ki, boş olan müğənnilər çıxır da efirə. Heç gör dolu olan qazan səs çıxardır.